Biz elə bilirik filan kəs cinayətkardır, söyə bilərsən, təhqir eləyə bilərsən, haqqın tapdalaya bilərsən. Biz elə bilirik belədir. Cinayətkardırsa qanı halaldır. Yox, belə bir şey yoxdur. Bu Allah bəndəsidir. Cinayəti nədir? O cinayətin cəzası nədir? O da təyin olunub, onu tətbiq edə bilərsən. Hətta cinayətkar olsa bir halda ki, bu insanlar cinayətkar deyil. Bir halda ki, bu din zəhalidir, ananın gözünün qabağında sən övladların gülləliyəsən, ana baxa-baxa, bu vəhşilikdir. Bu insan özü də Ramazan ayında. Barbar bağırırlar, biz müsəlman. Biz İslam, bizdən başqa müsəlman yoxdur. Ramazan ayında eləmək olar belə şeyləri. Hansı İslamdır bu, hansı düşüncədir? Baxın əzizlər, Peyğəmbər bizə bu düşüncələri təbliğ eləmir.